Beləliklə də Musa deməli bu ışığı sinəsində görəndən sonra nurun parlaqlığını sinəsində görəndən sonra o artıq toxluq və güc alır Allah Taala'dan və düşməni Fironla qarşı-qarşıya durmaqdan çəkinmir. Yəni artıq o qorxu onda olmur və Musa Fironla görüşüb onu zülmdən əl çəkməyə, Allaha iman gətirməyə çağırmalı idi və bu yolda, bu da ilahinin əmri idi. Bu möcüzələrlə qarşılaşdıqdan sonra buna belə bir hökm gəlir ki, sən Fironun yanına getməlisən və onu imana, Allah yoluna dəvət etməlisən ki, zülmdən əl götürsün. Ancaq Musa hələ özünü bu qədər də əzəmətli vəzifəni yerinə yetirmək üçün gücsüz sayır və Tanrıya üz tutub deyir ki, yəni mənim səbrimi, dözümümü artır və bu işdə qardaşımı da mən elə ki, ona da qüvvə ver ki, o da mənə dayaq olsun. Yəni mən Fironla söhbətə tək getməyim. Məndə də bu çox fərqli oldu bu sınaq. Təbii ki, Musaya baxanda məndə əksinə dedim ki, yəni mən dönə-dönə demişəm, məni 3 pis əməldən uzaq et, amma qalan nə var? Bir də evlatlarıma dəymə. Yəni onları pis, yaxşı, mən demirəm onları var dövlət içində yaşat, sadəcə sadə bir həyat tərzi və də sağlam ruh, sağlam can istədim. Tanrıdan ən çox evladım qürbət ildə idi, oğlum onun üçün dilədim ki, onu sənin ətəyinə atıram. Sonra hara deyirsən səninlə varam. Yəni bu yolu səninlə getməyə varam. Mən Musada tamam fərqli, o elə bilir göylərlə danışır, amma mən onu qəlbimdə duyub, qəlbimdə hiss edib, odur ki, bu yolu birgə addımladım. Bu işdə kimsəni köməyə çağırmadım. Nədən? Çünki bu Quranda demişdim axı sizə əvvəlcədən, ən çox da məndə bu maraq, bu Quranın həm zülmə qarşı, haqsızlığa qarşı, həm də bu Quranın anlaşılmaz söhbətlərinə qarşı ki, görün bu nə deməkdir, bax bunları istəyirdim biləm və onu da bir çox, necə deyimsə, bu kəlamların zaten içərisində artıq gözümə Allah Taala onu göstərmişdi ki, bu kimsə yazır bunu, mən də deyirdim ki, yazıq Məhəmmədi qınıyırdım ki, niyə bunu özün yazmamısan ki, camaatı kör qoymusan bugünə kimi, sonra da anladım ki, o ərəb deyil ki, o necə yaza bilərdi ki onu, bax, o fikir mənə bu son günlərdə gəlib çatdı ki, necə ki, bax, dönən bu zalimların içərisində olanlar, bunların hamısının erməni ilə qarışacağı var. Bax, beləcə də bax, bu fikir mənə gəldi ki, ondan çox öncə gəlmişdi ki, yəni Məhəmməd axı ərəb olmayıb, ərəb dilində bilməyib, yaza bilməyib. İndi mən apar getgəyimlə Ərəbistana, denə ki, gəl burada ərəbcə yaz. Mən onu necə yaza bilərəm? Hökm sadəcə o kitabın ərəb dilində yazılması idi. O da yazır, ərəblər yazırdı onu, Peyğəmbər yazmırdı. Və də bunun iki mənalı Quranı gördükdən sonra mən bu qələmi kimə verərəm? Mən bunu heç kimə vermərəm. Və bu işdə ikinci bir insan elə Allah özünü mən özümə dayaq bildim. Bax, belə dayağım sənsən, yeridənim sənsən, vasitəçində mən. Nə, hara deyirsən gedək. Bax, belə bir mən hökümlə, belə bir, necə deyim, əhd bağladım. Amma bu söhbəti, bu iş bitənə kimi, bundan sonra mən ondan heç nə istəmirəm. Mən ondan yer üzərində istədiyim budur ki, sülh, əmin-amanlıq, o dediyi o cənnət var, onu burada mənə göstərsin xalqıma, mən gedəndə görüm xalqım o cənnətin içindədir, mən də onun içindəyəm. Ondan sonra mənə yetər, neynirəm mən bu padşahlıqdır, nədir, nəyimə gələk, mənə bundan sonra da get kimisə dərdini sürüçək, mənlik deyil, mənə lazım olan bu dünyanı cənnət görməkdir, o dünyanı deyil. Vəssalam. Bura qədərdir mənim işim, bu fikirləri söyləyənə qədər, o qədər.
Bax, belə bir əhd bağlamışam. Amma Musanın təbii ki, indi görək ən çox Musadan bizə nə gəlir? Zoru gördük ki, Musa, bir də bilirəm ki, Musa arvad kimi qarğıyan olubdu. Bu kişilərə aiddir ki, yəni arvad kimi az qarğıyın. Bu qarğıyır axırda, bunu oxumuşam. Mən indi sadəcə bir də gözdən keçirirəm ki, daha burada qalan şeylər yaddan çıxmasın, hamısı deyilsin. Bəli. Bu əzəmətli vəzifəni yerinə yetirmək üçün gücsüz sayılırdı Musa. Odur ki, Allaha üzünü tutub, Allahdan səbir dözüm istədi. Bunu hər kəs istəməlidir. Amma istəməkdən də əvvəl əməlini göstərməlidir. Bu müftə verilmir. Nə də pulla satılmır, nə də axtarmaqla tapılmır. Səbiri dözümü əldə etmək üçün gərək sən savab işlər görəsən, ən azından kimsəni qınamayasın. Bax, ən azından heç nəyə gücün çatmasa da gərək yer üzərində bir kimsəni, heç ermənini sən qınamayasan. Qınadın, bəladan qurtara bilməyəcəksən. Bax, bunun hikməti budur. Bəli, mənim səbrim dözümümü artır və qardaşımı da bu işdə mənə yardım etməyə, ona da elə bir güc qüvvə ver ki, o mənə dayaq olsun, arx olsun. Yəni bu işdə tək devrə görə bu olsun ki, lazım idi. Bəli, indi bu devirlə o devir bir deyil. O vaxt avamlıq, zırılıq bundan da çox idi. İndi də var zırılıq, amma o zaman bundan da çox idi. Bu vaxt Harun, çox üzr dilərəm, bu zırıl sözü mən evimizdə pişməyib, qonşudan gəlməyib. Bu həyatın axarına gedən sözdür. Yerində deyir ki, bu bəzən qəzəbli söz insanda qəzəbi yatırdır, ədəbsiz söz qəzəbi yatırdır, bəzən də nəzakətsizliyi göstərir. Bu nə qəzəbi yatızdırır, nə nəzakətsizliyi göstərir. Sadəcə acı həqiqətdir ki, insanlar zırı şəklindədir. Yəni, qadına əl qaldırmaq olarmı? Bu cavanları niyə əzirsiniz, niyə tapdalırsınız? Özü də deyirsiniz, erməni bizi qırır. Özünüz içinizdən elə erməni tayfası ilə içinizdədir də özünüzsünüz. Bir qoltuğunuzun altını eləyin ki, bu nəyə lazımdır ki, bu qadınlara əl qaldırmaq? Bax, belə kişilərə, cavanlara belə bir fikir də var ki, qız qadınların yolunu azmasında, pozulmasında, pul qazanmasında, gənclərin yolunu azmasında, oğurluq etməsində, üsyan şəkildə səs qaldırmasında ilk öncə dövlət başçısı bu məsuliyyət çəkməlidir. Çünki xalqını yaşada bilmir, xalq ayağa durur. Sonra bu ailə başçısının üzərinə düşür. Sən, yəni ki, dövlət başçısı olaraq sən bunu gəlib ailə başçısının üzərinə yıxanmazsan. Çünki sən xalqını yaşatmalısan ki, xalq yaşasın. Yaşatmırsan, deməli sənin səhvin hər kəsdən böyükdür. Burada da acı həqiqət söylənməlidir. O qədər. Xülasə ki, bunlar gəlirlər Harunun yanına. Harun nə idi? Fironun. Misir söhbəti yoxdur bu Kənandadır, bu nağıldır, bura yazılıb. Kim nə istəyib onu yazıb. Tanrı Musa'nın duasını qəbul edir və onu qardaşı ilə bərabər göndərir. Burada Musa'ya belə bir nida gəlir ki, mülayim söhbət et, get, qardaşını da götür, get Fironun yanına, onunla mülayim söhbət elə və ona bəlkə bu belə başa düşə də bu söhbəti etməlisən. Bu nidanı alır və gedir Fironun yanına. Biz səni yaradanın elçiləriyik. Deməli, bunlar 2 nəfər elçi gəlirlər, qardaş və Musa. Kim bizim dəvətimizin qəbul etməsə, yəni biz Allahın elçisiyik kimi bizi qəbul etməsə, onu ilahi əzabı gözləyir. Musa qardaşı ilə birgə yola düşür və gəlirlər Fironun yanına. Bir olan Allaha inanmağa çağırdılar Fironu. Firon özündən çıxıb dedi.
Onlar gəlirlər Firon yanına, deyirlər ki, bir olan Allaha iman gətirməlisən, yəni onun qanunlarına itayət etməlisən, zülmkar olmamalısan, iman sahibi olmalısan. Bax, belə söhbətlər edirlər və Firon özündən çıxır. Ay Musa, nə tez deyir uşaqlığını yadından çıxartdın? Məgər bilmirsən, səni saxlayıb böyüdən mənəm. İndi məni öyrədirsən, mənə yol göstərirsən. Bax, belə suallar verir Firon ona. Musa, belə sualları, qoy burada biraz mən dayanım. Bax, bu insanlar var ki, birinə bitki çörək verən kimi deyir ki, səni mən adam elədim, ortaya çıxartdım. Səni mən filan elədim, ortaya çıxartdım. Bunu mən lap yaxınımdan da eşitmişəm. Canımdan, ciyarımdan da eşitmişəm, yaddan da eşitmişəm, uzaqdan da eşitmişəm, yolda gedəndən də eşitmişəm. Mənim səbəbimə adam oldu, ortaya gəldi, indi məni saymır. Mənim səbəbimə filan oldu, indi ona bax, məndən qabaqdadır. Mənim səbəbimə mən elədim, mən aldım, mən verdim deyənlər çoxdur. Amma bu insanlar anlamırlar ki, axı sən kimsən? Sən Rəbbin hökmünə tabisən. Özün belə bunu dərk etmirsən. Bax, bu Firon kimi. Deməli, bunu deyən kəslər Firon nəslindəndirlər. Firondan törəyənlərdirlər ki, bir şey eləyən kimi özlərindən çıxırlar ki, bunu biz elədik. Ruslar ömrü boyu bizə elmlərini öyrətmək istədilər, amma onların elmlərinin hiçbirinin içində heç dadda çıxmadı. Pushkin'ə kimi, Lermontov'una kimi mən gözdən keçirdim. Karl Marx'ına kimi gözdən keçirdim. Bütün Lenin kimi onun bütün əsərlərinin hamısını olmasa da birazını gözdən keçirdim. Hiçbir şey yoktur. Bir dənə sehir, bir dənə hikmət mən oradan götürmədim. Bir dənə Maxim Gorki'də bir dənə cümlə var idi. O kitabda heç bilmirəm, hara getdi, çıxdı aradan, o qədər. Bir dənə insandan mən hikmətvari, Allaha aid bir şey görmədim. Onu yazan yalnız Allahın öz istədiyi insanların əlindən yazdırıb, yazıb daha doğrusu özü və gizlində saxlayıb. Bax, belə. Bəli, deməli, harada qaldı? Bu sualda qaldıq, bəli. Musa özünü itirməyib deyir. Niyə mənə minnət vurursan? Məni qoruyub saxlayan sən deyil də Tanrı idi. Odur yeri göyü yaradan bütün insanları və bütün insanları İnsanların da yaradıcısı, koruyucusu Tanrı'dır. Sen de onun yarattıklarından birisən, deyir Firon'a. Şimdi mən də elə buradan deyim ki, bu məmurlara, prezidentin başda özünə ki, sən Allah'ın yarattığısan. Sən Allah'la Allahlıq edə bilməzsən. Çönüb bu sözləri dinləyəcəksən. Elə dedi mi kitab oxumamsan, indi bunu oxuyacaqsan ki, sən kimsən? Mən kiməm? Allah kimdir? Bax belə. O məni öz elçisi kimi sənin yanına göndərmişdir. Allah göndərmişdir məni sənin yanına. Gəl daşı ətəyindən tök, ulu Tanrıya iman gətir. Yoxsa onun sənə qəzəbi tutar. Allahın qəzəbi tutar, yəni səni cəzalandırar. Firon bu sözlərdən qəzəblənib, sonra zora əl atdı, yenə zor. Bax, görürsünüz, bu zor nədir? Bax, indi bu cəmaat gəlib deyir ki, hökumətə deyir ki, bu xalq, indi hal-hazırda xalq deyir ki, görürsünüz, talana son. Yəni bizim payımızı verin, yeyək də biz də yeyək, yazıq.
Bax, mən heç ora getmirəm. Mən eşiyə çıxan adam deyiləm. Özünüz də görürsünüz ki, artıq nə müddətdir mən evdən eşiyə çıxmıram. Bugün bir balaca mənə izin oldu. Getdim bura yaxından dükandan evin, çünki paltar yuyacaq, parraşıq qutarıb. Dünən biraz izin verdi ki, görürsünüz burada biraz səliqə səhman yaranıb. Evin zaten biraz tozunu aldım ki, çünki nəfəs alamırdım mən. Tozda yaşayan insan deyiləm. Bax belə, yoxsa ki, buradan mənə çıxmağa izin yoxdur. Niyə fikrim bura gəldi? Zor, bəli. İndi bu xalq səndən yaşam istəyir. Mənim də bu uzağa getmirəm elə. Bax, qardaşımın nəvəsindən söhbət edim, qızından. Qardaşımın qızından söhbət edim. Həyat yoldaşı bu dəqiqə elə ağır vəziyyətdədir ki, ölümlə kəlləşir. Oğlumla ölüm arasında bu insan nə etməlidir? Nətər olur ki, sənin qızın gözəl-gözəl giyinə bilir, gözəl-gözəl gəzə bilir, bu xalqın pulunu özü üçün bank qura bilir, bu bankdan da bu xalqın qanını sora bilir, bundan qaytarıb sən bu torpağın oğluna öz haqqını verməyəcəksənsə, sən nə insansan? Sənin insanlıqda insan deməyə nə həddin çatır? Amma səni qınamıram, acı həqiqətdir bu. Bunu səni də belə yaradıb Allah. Mən sadəcə bunu izah edirəm. Mən səni qınasam zülmə girərəm. Mən də səni qınayası deyiləm. Mən sadəcə sənə acı həqiqəti anladıram. Siz, mən bilirəm, heç kimi qınamırsınız. Çünki Allah Teala sizə verdiyini verib, yaşatdığını da sizə yaşadıbdır. Amma sizi bu xalq ki qınayır, özləri də anlamır ki, sizi qınadıqca onlar uçuruma gedirlər, batdağa batırlar. Çünki Quran deyir ki, bu dünyada ikən şək etməniz sizin üçün əzabdır. Siz şək etmirsiniz, siz sadəcə zülm verirsiniz. Sizin işiniz, vəzifəniz zülm verməkdir. Zülmlə də şəkkин, deyir o cin ayrı, şeytan ayrı. Başqa-başqa onların necə deyim, hikmətləri vardır. Bax, məsəl üçün, zülm edirsən, neynirsən, özün yirsən, özün dolanırsan, amma anlamırsan ki, onun cəzası nə olacaqdır sonra. Sən hələ ki, villalardasan, gözəl həyatdasan, amma anlamırsan ki, Allahın Rəsulu budur. Burada buyurur ki, Bakıda məmurların villaları sökülür. Bax, dünən mən bu qazetanı burada açdım, baxdım və birini götürdüm, atdım bura ki, itməsin. Mən bu haqda söhbət edə bilim. Allahın Rəsulu buyurur ki, bir şey tikəndə bünövrəsinə haram daş qoymayın. Çünki tikdiyinizin dağılmasının təməlidir o daş. Bu, Rəsulun kəlamıdır və bu kəlam deyil, bu qanundur. Və siz də Allahın bu qanunlarına itayət etməyib, Allahın deməli iman gətirməyib, yalnız elə düşünürsünüz ki, siz haram qatmaqla, haram yeməklə, xalqın sərvətinin arxasına keçməklə özünüzə gözgün güzaran yaradırsınız və siz güclüsünüz. Deyil, güclü olan bir Allahdır. Güclü olan bir Allahdır. Mən də Musa deyiləm ki, sizə zor tətbiq eləyim. Mənlik deyil o şeylər. Mən xanımam, mən incə məxluqam. Mən nəzakət sahibiyəm. Mən bunu yalnız hikmətlə, söz qılıncı ilə deyəcəm. Sizin, necə deyərlər, o əməllərinizi söz qılıncı ilə kəsəcəm. Bax, bu qədər mənə verilən qüdrət budur. Özdə evin içində özünüz görürsünüz, nə komfort yaradıb. Mənə əzət də olsa, əziyyət də olsa, yəni bu, necə deyərlər, o pis menin stolumda olmasa, yerdə qalıb kresloda da otursam, amma rahat buradan sözümü deyirəm. Yəni ki, nə küçələrdə çığırmıram, nə bağırmıram. İndi o bir, necə deyərlər, o artistlər səhnəyə gələndə özlərini açıb ortaya qoyub gündəmə gəlmək məqsədi ilə ki, bunlar tanınsınlar, artist olsunlar. Fələk də yəqin indi məni də küçələrə saldı, o torpaqlı yollarda bir 3-4 gün gəzdirdi ki, gündəmə gətirsin məni. Bəlkə də bu bunun hikməti idi, mən onun başım çıxmaz onun işlərindən. Xülasə ki, bir dənə burada fikir ataq, sonra danışaq.
Məni də belə gündəmə gətirdi. Yəni bu birinci bir şey idi ki, o divanət sınaqlardan sonra, divanət sınaqlarda da belə şey olmamışdı. Sadəcə mən onda təsbih əlimdə gəzirdim. Yəni qışqırmırdım, bağırmırdım, danışmırdım, heç bir şey demirdim. Sadəcə özüm üçün duaların adını deyə gedirdim, o qədər. Yəni əlimdə telefon heç kimi, bu birinci səfər idi. İndi buyurun döndü evə, evdə də görürsünüz sakitcə oturub. Nə heç kimi qabağına getmirəm, nə heç kimi söz elə bir şeydir ki, o xəyaldan, ümiddən daha tez çatar. Onun çox fəndləri, çox sirləri var. Yəni bu söz öz sahibini gedib tapacaqdır. Bunun da üçün heç narahat deyiləm. Tapan tapıb, tapmayan da tapacaq. Bax belə. Elə həmin dövrün biz yaşayırıq, zor devrin. Bax, görürsünüz, Musanın devrindən bizə artıq zor gəlib. Zor üstə qurulan siyasət, bax, buradan törəyir, bu fikirlərdən gəlir. Xülasə ki, nəyi mənə minnət vurursan, məni qoruyan, saxlayan sən yox, Allahdır, odur, yeri göyü yaradan, bütün insanların da yaradıcısı Tanrıdır. Elə də bütün insanların yaradıcısı Tanrıdır, deməli, düşmənin də yaradıcısı Tanrıdır və onları da idarə edən Allahdır. Bu yazı belə yazılmışdır. Kim də qınayırsa bataqlıqdan çıxası deyil, elə oradadır, bataqlıqda qalacaqdır. Ya da bunu şükürlə qəbul etsə, o bataqlıqdan çıxa bilər. Bunun hikməti belədir. Onsuz da kim nə əkib, onu biçəcəkdir. Görürsünüz, bax, məmurdur. Xalqın pulunu, indi bu birini göstərir. Bu minlərlə bunların hamısı, bax, beləcə nə? Müflüs olur, düşəcəklər aşağı, onun hikmətini biz İncildə oxuyacağıq, siz görəcəksiniz. Heç mən istəmirəm müflüs olsunlar, insanlar hamısı eyni olsun. Mənim diləyim budur, başqa şey deyil. Firon bu sözlərdən qəzəblənib zora əl atdı, bərk qışqıraraq dedi, mən heç bir Allahı tanımıram. Sizin hamınızın Allahı mənəm. Görürsünüz, Firon deyir ki, hamının Allahı mənəm. Olsun ki, bəylər də deyir ki, hamının Allahı mənəm. Görmürsən ki, hamı mənə itaət edir. İndi siz görmürsünüz, hamı ilhama itaət edir. Deməli, hamının Allahı itaət etdi. Daha doğrusu İlham Əliyevdir, onun arvadıdır, onun qızlarıdır. Deməli, bu Allahlar bu dövrdə çoxdur. Bir də o bando tellərdir. Gör, nə qədər Allah var bu dünyada. İndi bunlarla gəl, sən çəlləş, nə ölmü var? Oturmuşam evdə, sözümü elə buradan deyirəm. Belə, sənin özün də mənə ibadət etməlisən. Əgər sözümdən çıxsan, səni zindana attıracaq. Padşah Musaya deyir. Bu hədələr Musanı qorxuza bilməzdi təbii ki, o təmkinlidir və deyir. Yaxşı, əgər dediklərimə sübut olaraq möcüzə göstərsəm, onda nə deyəcəksən? Yenə mi ulu Tanrıya şək edəcəksən? Firon diksinib dedi. Əgər sözlərin düzdürsə, möcüzəni göstər. Bəli, sehir və möcüzə necə başlayır Fironun? Padşahlığı dövründə sehir sənəti geniş yayılmışdır. Bu sehir sənəti indi bizim dövrümüzdə də var bunlar. Fokus göstərənlər də onlar görürsünüz, hər işdən çıxırlar. Elə həmin fokusdu idi ki, bu Musaya da Allah Taala indi dövrümüzə gəlib çıxıb, Musada da həmin fokusuydu, sehirbazlıq edirdilər, etmişdir.
Bəli, ölkədə elə sehirbazlar var idi ki, öz oyunları ilə adamları heyran qoyurdular. Elə indiki kimi də var. Görsən adamı kəsib iki yerə bölürlər. Adam deyir, ay Allah, görəsən bunu nətər etdi? İndi bunu bitirəndən sonra fikrimi onu tapıb üzə qoyacağam, baxarıq birlikdə. Firon elə onlara arxayanlığını üçün Musa'nın şərtini qəbul edir ki, indi onun sehirbazları var, Musa'dan qalib olacaqlar onlar. O öz ürəyində düşündü, Musa mənim mahir sehirbazlarımın qabağında nə edə bilər ki? Bax, belə düşündü padşah. İndi bu bizim İlham Əliyev də bu cəmaatı tutturur, bir aparır, ora bastırır, kampanya, onun o qohumlarından biri də o aydın mənə yolda dedi ki, sən təksənmi? Dedim, hə, bunu dönə-dönə demişəm, yenə deyəcəyəm. Dedi, səndən qorxu yoxdur. Deməli, o heç özü də bilmədi ki, kimi tutmaq lazımdır, kimi azad etmək lazımdır. Yəni, o çox insanları tutub, o yazıqların heç bir günahı yoxdur. Onlar sadəcə boğazlarını yeməyini istəyirlər, bir də nəsə bir balaca yaşam istəyirlər onlar. Ondan çox şey istəmirdilər, amma İlhamın bəlkə heç burada şey yoxdur, elə var da, yox da bilmirəm, Allahın işidir, məsləhətinə şükür. Ən çox Bantotellər orada bəhrələnmək istəyir, onun əlaltıları bu. Allahdan belə gəlir ki, bu insanları tutur ki, bunların birdən yaşayışına mane olarlar. Yoxsa başqa nə qorxu var ki? Bax, Fironda elə həmin niyyətdədir ki, yəni mənəm Allah. Bantotel də deyir ki, mənəm Allah. Bəli. Xülasə, indi bu sehirbazlar deyir, indi bəylərdir, ən çox başda onun arxasında o qoruyucusu ki var, prezidentin, o da indi deyir ki, padşah deyir, mənim bu sehirbazlarımın qabağında nə edəcək, o da deyir, mənim bu yudayiətlərimin, yəni adam yiyənlərin, qurtlarımın yanında bu xalq nə edə bilər? Bax, bunun rəmzini, bax, belə də düşünün, bu hökumət də belə düşünür, o zaman da hökumət belə düşünübdür, yəni Firon belə düşünüb ki, mənim sehirbazlarımın qabağında Musa nə edəcəkdir? Xülasə ki, əlbəttə ki, ulduz və mən də ondan heyfimi alaram. Ulduz nə idi? Ulduzar, aç kimi yaxşı göstərmir. Musanın şərtini qəbul etdi. O öz ürəyində düşündü ki, Musa mənim mahir sehirbazlarımın qarşısında nə edə bilər ki, əlbəttə o uduzar, mən də ondan heyfimi alaram. Yəni Musa uduzar, padşah da ondan heyfini alar. Yəni Musanı aradan götüzdürər. Bax belə. Fikirləşir padşah. Fironun əmri ilə ölkənin ən güclü sehirbazları paytaxta yığılır, Kənana toplaşırlar. Firon onların yanına çağırıb hədiyyələr verir və yarış günü gəlib çatır. Sehirbazlar əllərindəki, necə burada görürsünüz, adi bir konsert olanda dünyanın, buranın elmar, nədir o? Hafizəyə kimi gətirib çıxardır. Yəni, Firon o vaxtda da başçılar hardan istəyirdilər, adam dəvət edə bilirdilər. Bu da elə hardansa dəvət eləyir. Bu sehirbazları gətirir, onlara hədiyyə verir. Bax, belə. O başqa bir mövzudur, ora biz deyəcəyik. Fironun əmri ilə ölkəsində ən güclü sehirbazlar paytaxta gəlir və Firon onlara hədiyyələr verir, yarış günü gəlib çatır, sehirbazlar əllərində kəndirlər və sehir alətlərini oynada gəlir. Musa'nın qabağında dururlar, onların üstlərindəki dəmirləri cingildəyib Musaya meydan oxumağa başlayır. Əvvəlcə Fironun sehirbazları öz bacarıqlarını nümayiş etdirirlər. Onlar kəndir və
əsalarını işə salırlar. Cəmaata elə gəlir ki, Musanın qabağında oynayan adi kəndirlər yox, diri ilanlardır. Musanın bir anda vahimə bastı, lakin o tez özünü ələ aldı. Mən belə şeylər çox yaşamışam. Olub məndə də belə şeylər, vahimə və sakitlik. Vahimə o bir vaxtı mən bu 2001-ci ildə o Qaralova, nə bilim, prezidentə zada məktublar yazırdım, öz-özümə deyirdim, ay Allah, gəlib məni buradan götürüb aparıb basacaqlar türməyə. Amma bu bir anlıq gəlirdi, bir anlıq da gedirdi. Yəni belə vahimələr məndə çox olurdu. Təbii ki, qadına, indi bu hələ kişidir, bunu vahimə basır. Xülasə ki, bu hər şey Allahın oyunudur. Vahimə bastı, lakin o tez özünü ələ aldı və ələ aldı, atdı. Əsanı ələ aldı və bir anda əsa əjdahaya dönüb sihirbazların kəndir və alətlərini sümürüb uddu. Belə bir möcüzənin ağıllarına da gətirməyən sihirbazlar Musanın qarşısında diz çöktülər. Bu Allah qarşısında diz çökdü. Bax, beləcə də Musanın da daxilindəki müqəddəs ruh olub. Bax, beləcə də bütün zülm edənlər var. Bax, beləcə Allahın qarşısında, indi mən deyim ki, mənim deyil, hər kəs öz ruhu qarşısında diz çöküb tir-tir əsəcəkdir. Bu an olmalıdır artıq. Niyə olmur, anlaya bilmirəm. O mənlik deyil, özü bilər Allahın. Onun işlərinə mən qarışmıram. Amma olmalıdır artıq. Bəlkə də bu fikirlər qutarandan sonra, bəlkə bilmirəm, mən falçı deyiləm, mən söhbətimi edim, bitirim, özü bilər, mən onun işinə qarışmayayım. Firon qəzəbindən tir-tir əsir və o sihirbazların üstünə qışqırıb deyir: siz yəqin ki, qabaqcadan Musa ilə sözləşmişsiniz. Bu da bir avvamlıqdır. Sihirbazlar isə çəkinmədən dedilər: sən bizi öldürə bilərsən, ancaq onu da bil ki, sən də bizim kimi adi bir adamsan. Biz bugündən Musanın yolunu tutub bir olan Allaha iman gətirəcəyik. Fironun əlindən sihirbazlar da çıxır. Bu Firon üçün ən ağır zərbə olur. Birdən onun əsla gözləmədiyi bir hadisə də baş verir. Şahın arvadı Asya da gəlib Musanın qarşısında diz çökür və bir olan Allaha itayət edir. Deməli, Fironun bir arvadı Azər olur ki, o Musaya gəlib itayət edir. Bu hadisə Fironun ağlını başından çıxardır. O dərhal əmr verir ki, Asyanı qızmar günəş